Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Bilirsiniz ki, son bir aydır ölkə gündəmi həm də uşaq pulunun verilib və ya verilməməsi ilə bağlı mövzu ilə çalxalanır bir növ. Əlbəttə ki, fikirlər müxtəlifdir, yanaşmalar fərqlidir. Mən istərdim ki, hazırda sizə təqdim edəcəyimiz həmsöhbətimizin fikirləri ilə tanış olasınız. Məhəbbət Dəmirçiyeva, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin professoru və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. Məhəbbət xanım, xoş gördük sizi. Mən qısaca bildirdim, bilirsiniz, son bir ayda uşaq pulunun verilib-verilməməsinə bağlı müxtəlif fikirlər səslənməkdədir və əlbəttə ki, siz hüquqşünassınız, həm vəkilsiniz, həm də bir ölkə ictimaiyyətinin nümayəndəsisiniz, ziyalısınız. Fikriniz maraqlıdır. Ümumiyyətlə, uşaq pulu sizcə verilsinmi? Bəzi millət vəkilləri istiqarşılamadılar uşaq pulunun verilməsi ilə bağlı məsələni. Siz necə düşünürsünüz? Uşaq pulu verilməlidirmi və ya hansı halda, hansı istisnalarla verilməməlidir? Təşəkkür edirəm Mətənət xanım. Mən sosial şəbəkələrdə də yazıb öz fikrimi bildirmişdim. Ən vacib olan bir məqama toxunmaq istəyirəm. Biz SSR-i dağıldıqdan sonra uşaq hüquqları haqqında konvensiyaya qoşulan ilk dövlətlərdən biriyik və Ulu Öndərin 1998-ci il may ayının 19-unda onun imzası ilə çıxan 54 maddədən ibarət uşaq hüquqları haqqında qanun qəbul edən dövlətik. Bəli. Uşaq hüquqları haqqında konvensiyanın bir müddəası, onun o 63 maddəsinin bircə dənə müddəasını yadımızda saxlayaq. Ölkədə baş verən bütün mübahisələr, hər bir şey uşaqların xeyrinə həll edilməlidir. Hər bir halda uşaq pulunun verilməsi məcburudur, verilməlidir, mütləqdir. Beynəlxalq təcrübədə necədir bu, professor? Təbii ki, uşaq pulu yəni dünyanın hər yerində, çox inkişaf etmiş ölkələrində uşaq pulu verilir. Bizim ən kasıb olan SSR post məkanında belə uşaq pulu verilirdi. Və cəmaət 10, 12, 14, 16, 7, 6, 8 uşaq dünyaya gətirirdi. Bilirsinizmi niyə? Uşaq pulunun verilməsi təkcə maddi problemlər aradan qaldırılması deyil. Dövlətin qoyduğu sərmayanın gələcəkdə ona böyük bir gəlir gətirəcəyi yerdir. Böyük dividenddir. Uşaqlara yaxşı baxılarsa, uşaq artımı da çoxalar. Azərbaycanda bu gün doğumun faizi dəqiq bilmirəm, olduqca aşağıdır. Çünki evlənən yoxdur. Evlənən hər 10 cütlükdən də 5-6-sı boşanmaya gedir. Uşaqların sayı da 2. Təbii ki, bütün bunlara baxanda 2 vur 2-dir ki, uşaq artımı da azalır. Bu bizə olduqca böyük ziyan vurur. Amma Azərbaycan Ailə Uşaq Qadın Komitəsinə verilən açıqlamada bildirildi ki, bu Azərbaycanda kritik həddə deyil. Uşaq sayının azalması, uşaq doğumu ilə bağlı vəziyyət kritik deyil. Onlar deyə bilər. Mən onların fikirlərinə aydınlıq gətirmək istəmirəm, nə də onu müzakirə eləmək istəmirəm. Bütün Azərbaycan xalqı bilir ki, Azərbaycanda doğum olduqca azalıbdır. Ondan başqa evlilik prosesi yoxdur. Cütlüklər evlənmək istəmirlər. Eyni zamanda boşanmaların sayı çoxalıb. Bəli, və buna görə də çox uşaqlılıq demək olar ki, çox aşağı səviyyədədir. Təəssüf ki, belədir. Məhəbbət xanım, iqtisadçı alim Vüqar Bayramov belə bir təklif irəli sürdü ki, qadınların pensiyasına yenidən baxılsın, qadın pensiyalarının artırılması. İlk baxışda gözəl təklifdir, yəni qadınların mənafeyinə uyğun bir təklifdir. Cins olaraq kimisə pensiyasının artırıb azaldılması adında ifadə ola bilməz. Pensiya artırıla bilər kateqoriyalara görə, yaşa görə, müəyyən iş rejimlərinə görə. Yoxsa qadının pensiyası artırılsın, kişininki artırılmasın, mən qəbul etmədiyim bir fikirdir. Deyə bilərlər, nə yaxşı təklif ediblər. Lakin, nədən bunu demirlər ki, bu pensiya artımında bizim illər boyu sosialda yığdığımız o pulların sahibiyikmi? Sahibi deyilik. Xeyr. Və yaxud da sosial müdafiə fondunda bizim üçün hər ay əmək haqqımızdan, o zülmlə qazandığımız əmək haqqımızdan ora toplanır. Nə gözəl, toplansın. Gələcəkdə həm pensiyamız əlavə edilə bilər, öz daha vaxt əlavə edilə bilər. Pensiya çıxandan 6 il sonra biz o qədər yaşaya da bilmirik.
Olsun, bunu da qəbul edirik. Bəs istisna hallarda o pulların istənilən vaxt götürmə imkanımız varmı? Yox, yox, yox. Və ya vərəsəlik uşaqlar, övladlar ala bilirmi? Bunun heç biri yoxdur və ömrü boyda bunun haqqında danışılıb, mübarizə aparılıb, tələb olunub. Bütün yəni ziyalılar, hüquqşünaslar, bilənlər, bunu bizi dinləyənlər də bilirlər. Təbii ki, o toplanan pul orada bu əlinin, bu vəlinin, bu filankəsin deyə saxlanılmır. O dövriyyədə olur. Bizdən alınan, bizim əmək haqqımızdan tutulan, o sosial müdafiə yığılan pul dövriyyədə olur və dövlətin büdcəsinə müəyyən gəlir verir. Biz buna sevinirik, alqışlayırıq. Çünki ölkəmizdə müxtəlif işlər var ki, o iş gələn gəlirdə ona xidmət etməlidir. Qəbul edirik. Amma o ki, mənim haqqımdır, mənim əmək haqqımdan toplanıb ora. Nədən mənə 6 il sonra başlayırsan onu mənim pensiyama əlavə etməyə? Mən fövqəladə bir aləmdə hadisə baş verir. Ya şəxsən özümün çox ciddi bir xəstəliyim ki, buna çox böyük miqdarda pul lazım olur. Biz gedib ərizə yazıb o sosialdakı pulumuzu ala bilmirik. Müəyyən hissəsini belə ala bilmirik. Ara bir də görürsən, ağzı boş qalmamaq üçün danışan bəziləri deyir ki, onun müəyyən faizi vətəndaşın gələcəkdə Ya, o pulun sahibi mənəm. O pulun mən öldükdən sonra vərəsəsi mənim evladlarımdır. Bəli. Nədən o kapital mənim uşaqlarıma verilməsin? Nədən vətəndaş can verərkən, Mətanət xanım, millət əlində telefon, torpaq axtarır. Neçəyədir? Həmən o pul onun əlində olsa, o da gedər valideynini abırla, nə bilim, qaçmadan, yürümədən, torpağını da eləyər, hüzürünü də yola verər. Bunlar hamısı nədən baş verir? Qanunvericilikdə mi boşluq var? Əlbət ki. Qanunvericilikdə çox ciddi, yox, tənzimlənmir və illər boyu da cəmaət bunu deyir, tələb eləyir. Lakin ziyalı, başa düşən, şuurlu, alim bu işə qarışmır. Qıraqda durur. Məhəbbət xanım, qadınların ümumiyyətlə pensiya alma yaş senzinin azaldılması necə, lazımdırmı? Məhəbbət xanım, bəzi adamlar deyir ki, azaldılsın, bu pensiya yaşı çox yüksəkdir. Qulaq as, 58 yaşında, 55 yaşında bir adam pensiya çıxır və dərhal məktəbdən uzaqlaşdırırlar. Bu nə qədər pensiya alır ki, onunla yaşasın? Və 58 yaşında insanın da pensiya çıxarılması? Pensiya çıxarılması olduqca dəhşətdir. Pensiya çıxarılsın o şərtlə ki, aldığı maaşı o pensiya kimi alsın. Buna etiraz eləmirik. Və uşaq pulu ilə bağlı, düzdür, siz jurnalistlərə bu sözü demək olar olmaz, mən bilmirəm. Bəziləriniz deyir, Azərbaycan kişisi uşaq pulu istəyir. Əvvəla kişi istəmir bu. Heç bir kişi xoşbəxtliyinə uşaq pulu istəmir. Mənim atam, qardaşım, ərim deyir, heç vaxt uşaq pulu, sənin ərin, atan, qardaşım, mənim üçün etalondur. Kimdir onlar mənim üçün? Onlar mənim üçün etalon deyil, tanınmış tarixi bir şəxsiyyət deyil, Victor Hugo deyil, nə bilim, kimlər deyil ya sənin atan, qardaşın, ərin. Cəmiyyət, ölkə prezidenti nə dedi? Dedi, çox qüdrətli bir dövlət qurmuşuq. İndi ən əsas problemimiz sosial problemləri həll etməkdir. Uşaq pulu sosial problemdir. Zəhmət çəkib onu həll etmək üçün biz də səsimizi çıxartmalıyıq. Bu il 2-3 ay öncə Milli Məclisdə uşaq hüquqları haqqında yeni qanun layihəsi qəbul olundu. Siz hüquqşünassınız, bəlkə baxmısınız açığı. Mən maraqlıdır. 98-ci ildə qəbul olunan qanun layihəsi və 26-cı ildə qəbul olunan qanun layihəsi arasında hansı oxşarlıqlar, bənzərliklər və fərqlər var? SSR postməkandan bu günə qədər uşaq hüququ haqqında yazan yeganə alim, tədqiqatçı, bu yolda böyük zəhmətləri olan Məhəbbət Əmirçiyevadır. Və illər boyu uşaq hüquqlarının işləmə mexanizmi üçün davalar döymüşəm, tələblər eləmişəm, çıxışlarımda, tribunalarında, dərslərdə demişəm ki, bir qanun o vaxt sevilir ki, onun işləmə mexanizmi olsun. Bəli, o qanun qəbul edilibdir. Qüvvədə də qalır. Müəyyən dəyişikliklərlə yenidən gündəmə gəldi. Amma mən orada bir dənə yeni bir şey gördüm. O da mövcud idi. Təbii ki, o tətbiq ediləcəkdi. Mediasiya institutu təzə tətbiq olunur ki, boşanan vaxtı və yaxud da əmək mübahisələrində mütləq mediatordan keçir. Yəni, eyni qanun layihəsidir hardasa? Eyni qanun layihəsidir. Mən çox arzulayardım ki, orada göstərilsin ki, bu uşaq hüquqlarının işləməsi mexanizminə
necə nəzarət? Ya var orada, amma əslində yoxdur. Məhəbbət xanım, bu görüşümüzdən istifadə edib bir qadın hüquqları ilə bağlı bir məsələyə sizin münasibətinizi öyrənmək istərdim. Bu yaxınlarda bir hansısa vəkilin cəmiyyətə paylaşdığı bir siyahını mən də gördüm. Sosial şəbəkədə qarşıma çıxdı. 2026-cı ilin ilk 5 ay ərzində, may ayının sonuna qədər olan statistikadır. Təqribən 28-ə yaxın qadın öz doğma ailəsi, yəni əri, oğlu, atası tərəfindən qətlə yetirilmişdir. Qadın zorakılığı ilə bağlı fikriniz nədir? Deyək ki, bir 10 il öncə daha çox idi, yoxsa bugün çoxalıbdı? Mən sadəcə 5 ayın statistikasını rastlaşdım, onu soruşmaq istəyirəm. Dünya praktikasında da var, bizdə də var qadınlara qarşı zorakılıq və ən dəhşətlisi odur ki, Azərbaycan mentaliteti burada ölür. Doğmaların özünə qarşı, anana, bacına qarşı bunu edirsə, mən deyərdim ki, paleyimizi götürüb ağlamalıyıq ya. Oğul ananı zorlayır, sonra həmin ananı qətlə yetirir. Onu oğul ananı izləyir, gəlir ananı qətlə yetirir. Daha burada nədən danışaq? Və ya da uşaqlarının gözü qarşısında uşaqların anasını öldürür, yox, öldürmək bir şeydir. Mətənət xanım cəza verir. Bəli. Onu döyür, sındırır və bütün o uşaqların gələcəyi də düşdükləri ailədə də onlar bu gördükləri həyatı davam etdirəcəklər. Bəli. Ən böyük fəlakəti budur. Qadına hüquq vermək azdır. Onları müdafiə etmək üçün cəmiyyətdə dünyaya gətirdiyin evladı düzgün tərbiyə eləməlisən bir. Tərbiyənin başında valideyn dursa da, gələcəkdə bir ailənin mikro dövlətində dövlət rəhbəri, prezidenti o evin kişisidir. Kişi ailəsini necə idarə edirsə, o həyat o cür davam edir. Bəzən deyirlər, bu qadınlar bu qədər açılıblar, saçılıblar, çırpaqlaşıblar. Mən əsla qadınlarda günah görmürəm. Bunun sahiblərində görürəm Mətənət xanım. Sahibləri deyərkən? Deyərkən, birinci ataydı, qardaşı idi, onlardan qutarıb gəldi ər evinə və ər evində də kişi bunu görmədi. Mənim yanıma boşanmaya gəlir Mətənət xanım. Əlində şəkil, nə bilim bu telefon, o TikTok. Açıram qapını, deyirəm, çıx rədd ol buradan. Məhəbbət xanım, siz niyə belə eləyirsiniz? Deyirəm, ay gedə. Qanunun bircə dənə yolu var. Boşan, çıx getsin. O bu yollara niyə gəldi, çıxdı? Sənin kişi məsuliyyətin, kişi diqqətin olmamaq özünə. Yəni, kişilərin ailə idarə etməsində bir boşluq yaranıbdır. Yəni, mühafizəkarlıq degradasiyaya uğrayıb cəmiyyət olaraq. Cəmiyyət olaraq bundan böyük fəlakətimiz yoxdur. Aydındır, Məhəbbət xanım. Təşəkkür edirəm sizə. Təəssüf ki, bizə ayrılan vaxt bitdi. Sizin fikirləri dinləmək çox maraqlıdır. Təşəkkür edirəm ki, gəldiniz və fikirlərinizi bölüşdünüz. Bu qədər dəyərli izləyicilərimiz, son zaman kəsində dinlədiyiniz fikirlər hüquq elmlər doktoru, professor, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Məhəbbət Dəmirçiyevaya məxsus idi. Biz sizinlə görüşəcəyik növbəti proqramlarda. Salamat qalın.